Sumqayıt şəhərinin 3-cü mikrorayonunda şəhər sakini Pərviz Əlizadəni qəsdən öldürən 25 yaşlı Yaqub Bayramov. Hadisə harada baş verir? Həsən Ali Bankın böyründəki gecə-gündüz marketinin sol tərəfindən 5 metr aralıqda. Abşeron rayonunun Xırdalan şəhərində ailə məişət zəminində yaranan mübahisə zamanı 9 bıçaq zərbəsi vurmaqla kiçik qardaşını qətlə yetirən Ağa Şərif Hüseynov. Tamamən peşman sağlam. Cinayət işləri kriminalda. 2013-cü il iyulun 8-nə keçən gecə Sumqayıt şəhərinin Sülh küçəsində qətl baş verib. Belə ki, gecə saatlarında küçədə təsadüfən rastlaşan şəhər sakinləri Yaqub Bayramovla Pərviz Əlizadə arasında əsaslı səbəb olmadan münaqişə yaranıb. Nəticədə Bayramov tanışının ürək nahiyəsinə bıçaq zərbələri vurmaqla onu qətlə yetirib. Sumqayıt şəhər polis idarəsi postpatrul tağımının əməkdaşları iyulun 8-nə keçən gecə saat 2 radələrində 3-cü polis bölməsinə üstü qana bulaşmış vəziyyətdə şəhər sakini 25 yaşlı Yaqub Bayramovu gətiriblər. Cavan oğlan 3-cü mikrorayondakı Sülh küçəsində fəaliyyət göstərən marketin qarşısında bir nəfər tanışını bıçaqladığını bildirib. Onun söylədiklərini xidmətdə olan polis nəfərləri də təsdiq ediblər. Bir müddət sonra təcili tibbi yardım xəstəxanasından növbətçi hissəyə məlumat verilib ki, xəstəxanaya bıçaq yaraları ilə daxil olan şəhər sakini 1993-cü il təvəllüdlü Pərviz Əlizadə keçinib. Bununla əlaqədar polis və prokurorluq əməkdaşlarından ibarət qrup hadisə yerinə baxış keçirməklə müvafiq maddi sübutlar aşkar edib. Hadisə yerinin foto şəkilləri çəkilib. Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlayıb. İş üzrə təyin edilən məhkəmə tibbi ekspertizasının rəyinə görə Pərviz Əlizadənin ölümünə döş qəfəsinin ürəyi və ağciyəri zədələyən yarası nəticəsində baş vermiş kəskin qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, 8 iyul 2013-cü il tarixdə gecə saat 1:30 radələrində Yaqub Bayramov yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 3-cü mikrorayonda Sülh küçəsi ilə gedərkən siqaret almaq üçün 24 saat adlı marketə daxil olmaq istəyib. Lakin həmin vaxt mağazanın yaxınlığında tanışı Pərviz Əlizadə ilə rastlaşıb. Küçədəki skamyada əyləşib söhbət edərkən o Pərvizə gecə vaxtı ucadan danışdığına və ünvansız nalayiq ifadələr işlətdiyinə görə irad bildirməklə söhbətlərini növbəti gün davam etdirməyə təklif edib. Bayramovun ayağa qalxıb oradan getmək istəməsini və ona irad tutmasını özünə qarşı təhqir kimi qəbul edən Əlizadə tanışını söyüb, əlində olan pivə şüşəsi ilə onun sağ gözünə zərbə endirib. Yaqub zərbənin təsirindən huşunu itirərək yerə yıxıldıqdan sonra Pərviz onu yumruq və təpi ilə vurmaqda davam edib. Bayramov qisas almaq niyyəti ilə cibində gəzdirdiyi bıçağı çıxarıb, həmin alətlə Əlizadəyə 3 xəsarət yetirməklə onu qəsdən öldürüb. Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Bayramov Yaqub Səlimoğlunun təqsirləndirilməsinə dair cinayət işi istintaqı aparılır. Həmin cinayət işinin istintaqı ilə bağlı təqsirləndirilən şəxs Yaqub Bayramovun ifadəsinin dəqiqliyin və düzgünlüyünü müəyyən etmək məqsədi ilə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti aparılır. Yaqub Bayramov, siz Sumqayıt şəhər prokurorluğunda verdiyi ifadənizi təsdiq edirsinizmi? Bəli. Və həmin ifadənizdə göstərdiyiniz xüsusatları ifadənin yerində yoxlanması zamanı göstərə bilərsiniz? Bəli. Hadisə harada baş verir? Həsən Ali Bankın böyründəki gecə-gündüz marketinin sol tərəfindən 5 metr aralıqda. Bakının Xətai rayonunda bir nəfəri qətlə yetirən və daha bir şəxsi öldürməyə cəhd edən Mingəçevir şəhər sakini Şirvani Əhmədov. Nicat qalxdı ayağa, tirtap uzandı yerə. Sabunçu rayonunun Maşdağa qəsəbəsində qardaşı arvadına 44 bıçaq zərbəsi vurmaqla onu qəsdən öldürən Rafael Quliyev. Çox saylı bıçaq xəsarəti ilə qətlə yetirildi. Cinayət işləri kriminalda. Təqsirləndirilən şəxs qismində dindirilmiş Yaqub Bayramov bildirib ki, sifariş əsasında iyulun 6-sı və 7-sində Bakıda Azadlıq prospekti metro stansiyasının yaxınlığında yerləşən Şadlıq sarayında ofisant işləyib. Ayın 7-si saat 23:45-də Şadlıq sarayında işini qurtardıqdan sonra oradan çıxıb və gecə saat 1 radələrində Sumqayıta çatıb.
Aviakassanın yanında avtobusdan düşərək avtovağzalda yerləşən kafedə bir bakal pivə içib, sonra Sülh küçəsi ilə hərəkət edərək siqaret almaq üçün marketə yaxınlaşıb. Bu zaman bir nəfər onu yan tərəfdən çağırıb. Ora baxdıqda tanışı Pərvizin Rəvan adlı dostu ilə daşın üzərində oturmasını görüb. Onlara yaxınlaşaraq hər ikisi ilə görüşüb. Söhbət edərkən Pərviz ofisant işlədiyi 4 qardaş şadlıq sarayında müştəri ilə arasında olan narazılıqdan gileylənib. Ucadan ünvansız nalayiq ifadələr işlədib. Yaqub Pərvizə sərxoş olmasını, söyüşlər işlətməməyi, növbəti gün görüşməyə təklif edib skamyadan qalxıb getmək istəyərkən, Əlizadə onun niyə söhbətdən qaçdığını soruşmaqla ünvanına söyüş işlədib. Bayramov yoldaşından nə dediyini soruşanda Pərviz əlindəki pivə şüşəsini baş nahiyəsinə atıb. O zərbənin təsirindən yerə yıxılaraq huşunu itirib. Özünə gəldikdə sağ tərəfi üstə yerdə olduğunu, sifət və qarnından təpik zərbələri dəyməsini hiss edib. Yaqub yuxarı baxdıqda Pərvizi görüb və şalvarının sağ cibindən bıçağı çıxarıb açıb. Oturmuş vəziyyətdə bıçaqla qarşısında ayaq üstə dayanan Əlizadənin bədəninə bir neçə zərbə vurub. Zərbələrdən sonra Pərviz qaçmağa başlayıb. Yaqub isə ayağa qalxıb əlində bıçaqla küçə ilə gedib və biraz keçmiş yolun kənarında dayanan polis avtomaşınının içərisində olan 2 polis əməkdaşına yaxınlaşıb, bir nəfəri vurduğunu, lakin ölüb-ölməməsini bilmədiyini deyib. Bayramov bıçağı onlara təqdim edib və maşına əyləşib. Sülh küçəsi ilə hərəkət edərkən xəsarət yetirdiyi Pərvizin qırmızı rəngli Mercedes markalı maşınına minməsini görüb. Yaqub ifadəsinə əlavə edib ki, ofisant işlədiyindən tez-tez bıçaqdan Şadlıq sarayında meyvə-tərəvəz doğramaqda istifadə edib və həmin aləti hadisədən 2-3 gün əvvəl mərkəzi bazardan alıb. Mərhumu 3-4 il əvvəl tanıdığını, ancaq onunla yaxın münasibəti, ədavəti və düşmənçiliyi olmadığını bildirib. Hansı istiqamətdə? Sani sola. Sağ qəzi təxminən 1-2 işdən gələcək, siqaretin yoxdur. Mağazda bir siqaret. Hansı mağazda? O tərəfdə gör. Nə göstərir? Döndüm ki, girib mağazasına siqaret aldım. Elə oldu ki, mən sevgilməyimə baxırdım. Mənə qarşı söhbətdən qaçasına. Söhbətdən qaçan üzr təhqir edərdi, sonra bu arada boşasın. Keçən zaman biz ikimiz oturmuşduq. Mən bu tərəfdə buldum. Sonra kim var? Ya, həmin zaman onun dostu mağazına gitmişdi. Adı Rəvan. Mağazına girən biz ikimiz də eyni noktada qalxaraq o buradanın buradan qıraraq mən əl altından o ayaq mahiyyəsindən vurmaq istəyəndə o təqdirdən keçib əyillə yumruğa keçəndə mən bıçağı atdım. Arasında? Onu hiss eləmədim. Ona bilmirəm, bıçağın atdığın zərbələrin sayında. O, mən o zaman ona bıçaq atdığı vəziyyətdə yarı oturacaq vəziyyətdəydi. Yanındakı oğlan mağazına çıxaraq o vurduğu zamanı, hətta ona qalb düşüb, eləmə, bəsdir. Sərxoş idi, yoxsa? Hə, olduqsa sən. Nə içmişdi? Pivə içmişdi. Tutuqanal da? Tutuqanal onun pisliyi əlindəki birincisini tutarmışdı, ondan sonra birində almışdı, onun pisliyi tutuqanal. Nə tutuqanal? Kırdarat olması. Sən sərxoş olmuşsun. Mən bir bakal pivə içmişdim. Harada içmişsən? Mən onun içində yol istəyirdim. Qızım, bundan əlavə düşünəcək. Yox, əvvəlcədən almışdım. Elə mübahisə bu söyüşmüşsün. Hə, mübahisə də bu söyüşmüşdüm. Hələ onunla əvvəlcədən görüşdüm. Məqsəd nə idi? Çatmaq. Sadəcə onu ayağımdan zərər məqsədim, ona kimi öldürmək məqsədim oldu. Ayağımdan zərər bastım, o məndən əl çəksin. Bakının Xətai rayonunda bir nəfəri qətlə yetirən və daha bir şəxsi öldürməyə cəhd edən Mingəçevir şəhər sakini Şirvani Əhmədov. Milzət qalxdı ayağa, tirtap uzandı yerə. Sabunçu rayonunun Maşdağa qəsəbəsində qardaşı arvadına 44 bıçaq zərbəsi vurmaqla onu qəsdən öldürən Rafael Quliyev. Çox salib bıçaq xəsarəti ilə qətlə yetirildi. Cinayət işləri kriminalda. Zərər çəkən Zeynəb Əliyeva, oğlu Pərvizin onun tək övladı olduğunu qeyd edib. Oğlu son 5 ildə Sumqayıt şəhərində yerləşən 4 qardaş şadlıq sarayında ofisant işləyib.
Hər gün səhər saat 10-da işə gedib və adətən gecə yarı evə qayıdıb. Ayın 7-sində Pərviz evə qayıtmayıb. Səhərsi gün saat 9:30-da oğlunun Rəvan adlı dostu evlərinə zəng vuraraq Pərvizin bıçaqlandığını və xəstəxanada olmasını deyib. Daha sonra onunla danışan polis əməkdaşı qadını 3-cü polis bölməsinə dəvət edib. Zeynəb Əliyeva qayını ilə bölməyə gedib. Orada qaynına Pərvizin öldürülməsini deyiblər. Sonradan evə qayıdanda sonuncu oğlunun öldüyünü bildirib. Hadisənin necə və hansı şəraitdə baş verməsindən məlumatı olmayıb. İstintaq zamanı bilib ki, oğlu işdən çıxanda Rəvanla görüşüb 13 nömrəli məktəbin yaxınlığında idman edib. Sonra isə 3-cü mikrorayonunda Yaqub Bayramov onu qətlə yetirib. Şahid qismində dindirilmiş Postpatrul xidməti tağımının polis nəfəri Mirorxan Ağayev bildirib ki, iyulun 8-i gecə saat 2-nin yarısında Sülh küçəsində avtomobili saxlayıb xidmət apararkən Yaqub Bayramov üstü qana bulaşmış vəziyyətdə əlində bıçaqla onlara yaxınlaşıb və onu döydüyünə görə bir nəfəri 24 saat adlı marketin qarşısında bıçaqla vurmasını deyib. O bu barədə mərkəzə məlumat verdikdən sonra Bayramov maşına əyləşib və onlar şübhəli şəxsin göstərdiyi yerə gəliblər. Həmin əraziyə çatanda Mercedes markalı avtomobilin oradan uzaqlaşmasını görüb. Küçədə olan şəxslərdən yaralanan oğlanın həmin maşınla aparılmasını öyrəniblər. Sonra Bayramovu 3-cü polis bölməsinə çatdırmaqla onu və bıçağı bölmə əməkdaşlarına təhvil verib xidmət yerinə qayıdıblar. Şahid qismində dindirilmiş Elvin Məmmədov bildirib ki, qardaşı Pərvinlə idarə etdiyi Mercedes markalı avtomaşınla avtovağzal istiqamətində hərəkət edərkən bir nəfərin yerdə yıxılmasını, yanında olan digərinin isə ona köməklik etməsini görüb maşını saxlayıb. Avtomobildən yerə endikdə həmin oğlanın bədənindən qan axmasını görüb. Həmin vaxt yaralanan şəxs sol böyür tərəfini köynəyi ilə tutub. Daha sonra onlar köməkləşib xəsarət alan şəxsi avtomaşının arxa oturacağına əyləşdiriblər və onu təcili tibbi yardım xəstəxanasına aparıblar. Orada isə həkim müayinəsindən sonra yaralanan şəxsin artıq keçindiyini biliblər. Məhkəmədə Yaqub Bayramov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli hesab edib. O bildirib ki, Pərviz Əlizadə onu təpik zərbələri ilə vurduğundan sonuncudan xilas olmaq üçün mərhuma bıçaqla xəsarət yetirib. Həmin an onu öldürmək məqsədi olmayıb. Zərər çəkən Zeynəb Əliyeva təqsirləndirilən şəxsə əməlinə uyğun cəza təyin olunmasını xahiş edib. Məhkəmə Yaqub Bayramovun ifadələrinin zərər çəkən Pərviz Əlizadəni öldürmək niyyətində olmaması, sonuncudan xilas olmaq üçün onu bıçaqla vurması barəsindəki hissəsini işin digər halları ilə müqayisəli təhlil edib, onun özünün müdafiəsinə və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirib. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə və ibtidai istintaqda verdiyi ifadələrinin həmin hissəsinin həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirilməsini əsaslı sayıb. Məhkəmə Yaqub Bayramovun ittiham olunduğu cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlib. Ona görə ki, məhkəmədə bunun əksi sübuta yetirilməyib. 2014-cü il yanvarın 30-da məhkəmənin hökmü ilə Yaqub Bayramov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakının Xətai rayonunda bir nəfəri qətlə yetirən və daha bir şəxsi öldürməyə cəhd edən Mingəçevir şəhər sakini Şirvani Əhmədov. Nicat qalxdı ayağa, tirtap uzandı yerə. Sabunçu rayonunun Maşdağa qəsəbəsində qardaşı arvadına 44 bıçaq zərbəsi vurmaqla onu qəsdən öldürən Rafael Quliyev. Çox saylı bıçaq xəsarəti ilə qətlə yetirilib. Cinayət işləri kriminalda. 2013-cü il avqustun 25-i gecə saat 12 radələrində Xırdalan şəhərinin Hüseyn Arif küçəsi 84 ünvanda qətl baş verib. 41 yaşlı Ağa Şərif Hüseynov ailə məişət zəminində yaranan münaqişə zamanı kiçik qardaşına 9 bıçaq zərbəsi vurmaqla onu qəsdən öldürüb. Elə həmin gecə o Abşeron rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili
Daxil olan məlumat əsasında Abşeron rayon polis şöbəsi və prokurorluq əməkdaşları Xırdalan şəhəri Hüseyn Arif küçəsindəki 84 sayılı evə yollanmaqla dəhlizdə arxası üstə yerdə uzanmış vəziyyətdə Əbdül Hüseynovun meyidini aşkar ediblər. Hadisəni törədən Ağaşərif Hüseynov əməliyyatçılara qardaşını öldürdüyünü etiraf edib və könüllü təslim olub. Səhərsi gün rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlayıb. Məhkəmənin qərarı ilə tutulan şəxs barədə həbs qəti imkan tədbiri seçilib. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Əbdül Hüseynovun ölümü döş boşluğuna nüfuz etməklə ürəyi yaralayan kəskin qan itirmədən baş verib. Mərhumun meyidindən götürülmüş qanda etil spirti aşkar edilib ki, bu da canlı şəxslərdə olduğu kimi orta dərəcəli sərxoşluğa aid olub. İstintaqla müəyyən edilib ki, Ağaşərif Hüseynov ailə üzvləri ilə birlikdə yaşadığı müddətdə qardaşı Əbdüllə aralarında dəfələrlə müxtəlif səbəblərdən ailə məişət zəminində mübahisələr yaranıb. Avqustun 25-i axşam saat 23:45-də Əbdül orta dərəcəli sərxoş vəziyyətində olarkən bir daha onunla mübahisə edib. Bu səbəbdən Ağaşərif şəxsi münasibətlər zəminində qisas alıb qəsdən öldürmək məqsədi ilə soyuq silah hesab olunan ov təyinatlı bıçaqdan istifadə etməklə qardaşının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 9 zərbə vuraraq onu qəsdən həyatdan məhrum etməklə öldürüb. Bunlardan 7-si dərəcəsinə görə sağlamlığa yüngül, ikisi isə daxilə qanaxma törədən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər olub. Mübahisə nə isə oldu qardaşım? Mənim şey oldu, qardamızı üstləndirir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Ağaşərif Hüseynov bildirib ki, Hüseyn Arif küçəsi 84 ünvanda anası Hökümə, qardaşı Əbdül, dayısı Fərhad İslamov və onun arvadı Nazlı ilə birlikdə yaşayıb. Yaşadıqları müddətdə Əbdül əksər vaxtlarda spirtli içki qəbul edib, sərxoş vəziyyətdə evə gəldikdə onlarla pis rəftar edərək əsaslı səbəb olmadan mübahisə edib. Özünü kobud aparıb, dayısı və arvadının evi tərk etmələrini tələb edib. Həmçinin anası ilə dalaşaraq bir neçə dəfə ona da əl qaldırıb. Hər dəfə Əbdülü intizama dəvət etsələr də sonuncu bundan nəticə çıxartmayıb. Qardaşı bunlarla kifayətlənməyib, evdə olan televizor, soyuducu və digər məişət əşyalarının onun vəsaiti hesabına alınmasını bildirərək bunları onların başına qaxanc edib. Göstərilən səbəblərdən Əbdüllə ailə üzvləri arasında ciddi narazılıqlar yaranıb. Lakin bunlara baxmayaraq kiçik qardaşı olması ilə əlaqədar Ağaşərif Əbdülə hər zaman güzəştə gedib. Ayın 25-i gün orta saat 15 radələrində o, qardaşı ilə evlərinin yaxınlığındakı kafedə nahar edərək spirtli içki içdikdən sonra birlikdə evə gəlib. Bir müddət sonra Əbdül evdən çıxaraq naməlum yerə gedib, Ağaşərif isə yatıb. Təxminən saat 22:30-da mətbəxdə yemək yeyərkən qardaşı evə gələrək onu yataq otağına çağırıb və hər dəfə mübahisə saldığı məsələlərlə bağlı növbəti dəfə onunla dalaşmağa başlayıb. Ağaşərif Əbdülün ona qarşı kobud hərəkətlərə yol verməsi səbəbindən qəzəblənərək naməlum mənbədən əldə edib gəzdirdiyi bıçaqla onun bədəninə bir neçə zərbə vurub. Səsküyə mətbəxdən dəhlizə çıxan anası oğlunun döşəmədə uzanıqlı vəziyyətdə olduğunu görərək təcili tibbi yardım stansiyasına zəng edib həkim çağırıb. Az sonra gələn tibb işçiləri Əbdülü müayinə edib onun artıq öldüyünü bildiriblər. Verilmiş məlumat əsasında evlərinə gələn rayon polis şöbəsinin əməkdaşları onu şöbəyə aparıblar. Ağaşərif Hüseynov qardaşına bıçaq zərbələri vurarkən özündə olmadığını qeyd edib. Tamamı peşman saldın? Yox. Niyə? Düz edirsən? Evet. Bakının Xətai rayonunda bir nəfəri qətlə yetirən və daha bir şəxsi öldürməyə cəhd edən Mingəçevir şəhər sakini Şirvani Əhmədov. Nicat qalxdı ayağa, tirtap uzandı yerə. Sabunçu rayonunun Maşdağa qəsəbəsində qardaşı arvadına 44 bıçaq zərbəsi vurmaqla onu qəsdən öldürən Rafael Quliyev. Çox salib bıçaq xəsarəti ilə qətlə yetirib. Cinayət işləri kriminalda. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Ağaşərif Hüseynovun sifət nahiyəsində sıyrıntılar, belində isə qançırlar aşkar edilib. Həmin xəsarətlərin küt əşya təsirindən törənməsi müəyyən edilib.
Bu barədə ifadəsi alınmış şəxs qardaşı tərəfindən ona hər hansı xəsarət yetirilmədiyini bildirərək onların əmələ gəlməsini hadisədən əvvəl küçədə yıxılması ilə izah edib. Zərər çəkən Hökümə Hüseynova bildirib ki, hadisə günü kiçik oğlu Əbdül evə gələrək Ağa Şərifi yataq otağına çağırıb və orada əvvəllər də olduğu kimi onu təhqir edib. Qadın otağa daxil olaraq Əbdülü sakitləşdirmək istəyərkən sonuncu onu itələyib bayıra çıxarıb. Bir neçə dəqiqədən sonra tappıltı səsini eşidib. Dəhlizə çıxarkən Əbdülün qana boyanmış, arxası üstə döşəməyə uzanmış vəziyyətdə olduğunu, Ağa Şərifin isə əlləri ilə başını tutduğunu görüb qışqırıb. Sonra Hökümə Hüseynova təcili tibbi yardım stansiyasına və polis şöbəsinə hadisə barədə məlumat verib. Şahid qismində dindirilmiş Fərhad İslamov arvadı Nazlı ilə təxminən 7 ildir ki, bacısı Hökümənin evində yaşadığını bildirib. Onun sözlərinə görə Ağa Şərif kimisə bıçaqladığına görə 4 il müddətinə azadlıqdan məhrum edilib. Mərhum Əbdül isə uşaqlıqdan sözə baxmayan, həmişə mübahisə edən olub. Sonuncu Qarabağ müharibəsi gedən zaman hərbi xidmətə yollandıqdan bir müddət sonra hərbi hissəni öz başına tərk etdiyi üçün 7 il cəza çəkib. Hər ikisi günəmuz müxtəlif tikintilərdə fəhlə işləyiblər. Əbdül mütəmadi sərxoş olmaqla anası və qardaşı ilə mübahisə edib. Dəfələrlə ona öyüd nəsihət versələr də o heç bir nəticə çıxartmayıb. Əbdül daim Ağa Şərifi təhqir edib öldürməklə hədələyib. Avqustun 25-i axşam saat 23 radələrində onlar yuxudan Əbdülün səsinə oyanıblar. Bu hal tez-tez baş verdiyindən Fərhad İslamov otaqdan çıxmayıb. Onların mübahisəsi təxminən 1 saat davam edib. Sonra o bacısının qışqırıq səsinə bayıra çıxıb və Əbdülün yerdə uzandığını görüb. Cinayət işinə əlavə edilmiş tələbnamədə göstərilib ki, Ağa Şərif Hüseynov ağır cinayətlərə dair işlər üzrə məhkəmənin 29 yanvar 2001-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il iyunun 22-sində Milli Məclisin amnistiya qərarına əsasən azad olunub. Məhkəmə prosesində Ağa Şərif Hüseynov elan olunan ittiham üzrə özünü tam təqsirli hesab edib. Zərər çəkən Hökümə Hüseynova oğlu Ağa Şərif Hüseynova qarşı heç bir şikayəti və tələbi olmadığını, məhkəmədən ona aşağı cəza verilməsini xahiş edib. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin qanunsuz əldə edib gəzdirdiyi soyuq silah hesab olunan bıçaqla qardaşı Əbdül Hüseynovu qəsdən öldürməsi tam sübut olunub. Məhkəmədə Ağa Şərif Hüseynovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməyib. Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməlləri Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə və 228.4-cü qanunsuz soyuq silah əldə etmə və gəzdirmə maddələri ilə düzgün tövsif olunub və ona həmin maddələr əsasında cəza təyin edilməlidir. 2014-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən əvvəllər məhkum olunan Ağa Şərif Hüseynov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum olunub. Bakının Xətai rayonunda bir nəfəri qətlə yetirən və daha bir şəxsi öldürməyə cəhd edən Mingəçevir şəhər sakini Şirvani Əhmədov. Nicat qalxdı ayağa, tirtap uzandı yerə. Sabunçu rayonunun Maşdağa qəsəbəsində qardaşı arvadına 44 bıçaq zərbəsi vurmaqla onu qəsdən öldürən Rafael Quliyev. Çox saylı bıçaq xəsarəti ilə qətlə yetirilib. Cinayət işləri kriminalda.